Mətndəki əsas fikirlə səsləşən nümunələr. Əsas fikir burada dostluq şüşə kimidir, sınsa bərpa olunmur. Bunu götürə bilərik, çünki ilan sonradan artıq o odunçunu bağışlaya bilmir. Oğlunun səhvi ucbatından onlar arasındakı münasibət pozulmuşdu və bərpa olunmayacağını vurğulayır. Yaxşı oğul neylər ata malını, pis oğul neylər ata malını. Burada e, ata malı olaraq götürə bilmərik, çünki əslində ata oğluna hər hansı bir mülk qoymamışdı. Sadəcə ənənəni davam etdirməyini istəyirdi. Oğlu isə bunu etmir. İlanın ağına da lənət, qarasına da bu ümumiyyətlə uyğun gəlmir. Bəzi yaralar sağalmır və köhnə münasibəti saxlamaq mümkün olmur. Bu doğru fikir kimi götürülə bilər. Hansı ki, onların münasibəti artıq korlandığı üçün əvvəlki kimi ola bilməyəcəklərini odunçuya bildirir və düzgün cavabımız olur 1 ilə 4.